Birinci sual. Günəşin zenitdə olduğu ölkələr. Bilirik ki, Günəş 23.5 şimal və cənub tropik xəttləri və onların arasında zenitdə olur. Siyasi xəritədən də tropik xəttlər keçən ölkələri və ya onların arasında yerləşən ölkələri müəyyənləşdirərək Günəşin zenitdə olduğu ölkələrə nümunə gətirə bilərsiniz. Verilən ölkələrdən C bəndi Kenya və Hindistan doğru idi. İkinci, xəritə sxemə əsasən fiziki aşınma prosesinin daha fəal olduğu əraziləri müəyyən edin. Fiziki aşınma əsasən isti quraq ərazilərdə, yarımsərdə quru çöl iqlimi müşahidə olunan düzənli ərazilərdə daha fəal gedər. Verilən ərazilərdən bir nöqtəsi, 2 ceyran çöl, 5 Naxçıvan Arazboyu düzənliyi. E bəndi doğru idi. 1, 2, 5. Üçüncü, sxemdə təsvir olunmuş çökəkliyin dərinliyini hesablayın. Kəsmə yüksəklik 150 metr olarsa. Çökəklik olanda ilk horizontalı necə tapırdıq? Mərkəzdə yazılan rəqəmdən, yəni 850-dən böyük olsun, amma 150-yə bölünsün. Həmən rəqəm 900 düşünə bilərik, bəli. Deməli, ilk horizontal 900 metrdir. Növbəti horizontal çökəklik olanda mərkəzdən kənarlara doğru bilirik ki, hündürlük arta gedir. 900. Bir kəsmə yüksəklik yuxarı çıxsaq, növbəti horizontal eləyir 1050 metr, yəni üzərinə 150 metr əlavə eləsək, növbəti horizontal, yəni kənar horizontalımız isə üzərinə 150 əlavə eləsək 1200 eləyər, bəli, 1200 metr. Çökəkliyin də dərinliyini tapanda nə edirdik? Kənar horizontalla, yəni 1200 ilə mərkəzdə yazılan rəqəm arasında, yəni 850 metr arasındakı fərqi müəyyənləşdirirdik. O da bərabərdir 350 metr eləyər. Doğru cavab C bəndi idi. Dördüncü, aid olduğu materiklərin ucqar şimal nöqtələrinin yerləşdiyi ölkələri müvafiq olaraq müəyyən edin. Kanada, Şimali Amerika materikindədir, bəli. Materikin şimal ucqar nöqtəsi Mertsion Kanada ərazisində yerləşir, bəli. Tunis, Afrikadadır. Afrikanın şimal ucqar nöqtəsi Bensekka Tunisdə yerləşir, bəli. Rusiya, Avrasiya materikinindir. Şimal ucqar nöqtəsi Çelyuskin Rusiya ərazisindədir, bəli. Kolumbiya, Cənubi Amerika materikindədir. Materikin şimal ucqar nöqtəsi Qalinasburnu Kolumbiyadadır, bəli. Elə doğru cavab A bəndi idi. Növbəti sualla davam eləyək. Respublikamızda hava limanlarının fəaliyyət göstərdiyi şəhərlər. Hava limanları bilirik ki, Balakəndə yoxdur. Yanlışdır, Qəbələdə var, Lənkəranda var, Füzulidə var, B bəndi doğru idi. Naftalanda qeyd eləməmişik, Yevlax və Xankəndidə də var. Zəngilanda var, Qaxda amma qeyd eləməmişik. E bəndində də Qazax rayonu yanlışdır, Kəlbəcər də yanlışdır, Laçında da artıq hava limanı istifadəyə verildi. B bəndi doğru idi. 6-cı, Hindçin yarımadası üçün səciyyəvi xüsusiyyətləri müəyyən edin. Şərq sahilləri Hind okean suları ilə yuyulur. Xeyr, Sakit okean suları ilə yuyulur. Ərazisinə qalay volframdır, bəli, doğrudur. İndoneziya, Malayziya, Tayland. Yağıntılı mövsüm ilin soyuq dövründə yox, subekvatorda həmən ərazilər və ya muson. Bilirik ki, yağıntılı dövr yay aylarıdır. Yanlışdır. Savanna seyrək meşələr, bəli, doğrudur. Həmçinin dəyişkən rütubətli meşələr də var. Mekong düzənliyində çəltik əkin sahələri üstünlük təşkil edir. Doğrudur. Burada yerləşən bütün ölkələrin iqtisadi inkişaf səviyyəsi yüksəkdir. Xeyr, Singapur inkişaf eləmiş ölkədir. İndoneziya, Malayziya, Tayland, Filippin də yeni sənaye ölkələrdir. Amma Kambocadır, Laosdur, Vyetnamdır. Onlar nisbətən iqtisadiyyatı geri qalan ölkələrdir. Ona görə regionun bütün ölkələrin iqtisadi inkişafının yüksək olması yanlış olar. İlkin cavab 2, 4, 5. Belə bir cavabımız E bəndi idi. Növbəti 7-ci sualla davam eləyək. Ölkənin ixrac etdiyi məhsulun dəyəri 45 milyarddır. İdxal etdiyi məhsulun dəyəri isə ixrac etdiyi məhsulun dəyərinin 60%-ni təşkil edir. Deməli, ixracın payı nə qədərdir? Deyir ki, idxalın, yəni 45-in 60%-dir. 45-in 60%-i nə eləyir? Vururuq 60-a, bölürük 100-ə, bərabərdir, eləyir 27. 27 milyarddır. İxrac bəlli, idxal bəlli. Bizdən nə soruşur? Ticarət dövriyyəsini tap. Dövriyyə deyəndə nə edirdik? Ticarət dövriyyəsi deyəndə toplayırdıq ixrac və idxalı. Ticarət balansı desə, ixracdan idxalı çıxmalı idik. Amma dövriyyə dediyi üçün toplamalıyıq. Yəni 45-in üzərinə 27-ni əlavə edirik. O da bərabərdir 72 milyard eləyər. D bəndi doğru idi. K ölkəsində əhalinin sayı 35 milyondur. İllik təbii artım 140 min nəfərdir. Bu ölkədə hər 1000 nəfərə düşən təbii artımı hesablamalıyıq və onunla eyni təbii artım tipinə malik olan ölkələri xəritə sxemə əsasən müəyyən etməliyik. Deməli, bu ölkədə əhali nə qədərdir? 35 milyondur. 35 milyon. 35 milyona qarşı ümumi artım nə qədərdir? 140 min. Bizdən soruşur, hər 1000 nəfərə düşən təbii artımı tap. 1000-ə də olsun x. Buradan əlbəttə ixtisar aparsaq, 140 min doğru yazmışam da, bəli. Buradan ixtisar aparırıq. Deməli, buradan x bərabərdir. 140-ı da bölürük 35-ə, bərabərdir 4 eləyər. Deməli, hər 1000 nəfərə olan təbii artım 4 nəfərdir. Yəni, təbii artımın hansı tipidir? 12-dən az olanda nə olurdu? Birinci tip. Təbii artımın tipi birinci tipdir. Təbii artımın sayı hər 1000-ə 4-dür. Xəritə sxemə indi baxırıq.
Əlbəttə, təbii artım 4 nəfərdir. Ya C-dir, ya da E bəndidir. Və birinci tip təbii artım olduğu anlaşılır. 4 İspaniya olar və 2 ABŞ. 4 nəfər və 2 və 4 cavabları ilə E bəndi doğru idi. 9. Gəncə Qazax düzünü Qarabağ düzündən fərqləndirən xüsusiyyətlər. Kür çökəkliyi tektonik zonası daxilində yerləşir. Bəli, hər ikisi eyni tektonik zonadır. Kür çökmə tektonik zonası oxşardır. Xarici ölkə ilə sərhəd mövqeyə malik olması. Bəli, Gəncə Qazaxı Qarabağdan fərqləndirir. Çünki Qarabağ düzü xarici ölkə ilə həmsərhəd deyil. Amma Gəncə Qazax düzü sol tərəfə, şimal-qərbə doğru baxsanız, orada Ermənistan və Gürcüstanla sərhəd ola bilər. Ona görə fərqləndirən xüsusiyyət B bəndi idi. Ərazisindən axan çaylar gətirmə konusu hər ikisindədir. 4-cü dövrün çökməsi də düzənli ərazidir. Yarımsərhəd quru çöl iqlimidir, təbii ki, suvarma əkinçilik hər ikisində olar. Bunlar oxşardır. Fərqləndirən B bəndi idi. Qırğızıstan Respublikasına aid olan xüsusiyyətlər. Pambıqçılıq xeyr, Özbəkistan və Türkmənistan üçün xarakterikdir. Qırğızıstan nisbətən dağlıq ərazidir. Əhalisi əsasən türk dil qrupunun Qıpçaq qoluna mənsubdur. Bəli, doğrudur. Xəzər dəniz sahilinə xeyr, Xəzərə çıxışı yoxdur. Sahəsinə görə ən böyük türk dövləti ilə sərhəddir, yəni Qazaxıstanla sərhəddir. Doğrudur. Əkin sahələrinin suvarılmasına Qaraqum kanalından istifadə olunur. Xeyr, Qaraqum kanalı əsasən məsələn Türkmənistan üçün daha çox xarakterik olar. Qaraqum kanalı ümumiyyətlə Qırğızistana düşmür. Yanlışdır. Ərazisində dağlıq relyef, bəli, bu da doğrudur. Doğrularımız 2, 4, 6. C bəndi idi. Növbəti 11-ci sualla davam eləyək. İqlimə aid bir sualdır. Xəritə sxemdə işarələnmiş ərazilərdə yayılmış iqlim yarımtipi. Baxırıq ki, bura Qanıq Ərçaydır. Burada Kiçik Qafqazın dağ ətəyi alçaq dağlıq əraziləri, qismən orta dağlıq əraziləridir. Təbii ki, qışı quraq keçən mülayim isti iqlimdir. Qışı quraq keçən mülayim isti iqlim nisbətən bu ərazilərdə Böyük Qafqazın cənub-şərqində də nisbətən kiçik ərazidə var. Neyse, verilən bu areallar qışı quraq keçən mülayim isti iqlimə aiddir. D bəndi doğru idi. Kiçik Qafqaz vilayətində yerləşən su anbarları Arpaçay, Naxçıvandadır. Orta Araz vilayəti gedir. Şəmkir, Kür çökəkliyi vilayəti gedir. Ceyranbatan, Böyük Qafqaz vilayəti gedir. Sərsəng və Suqovuşan 4 və 5. C bəndi idi. Respublikamızda yaşayan azsaylı xalqların aid olduğu dil ailələrini müvafiq olaraq müəyyən edin. Avarlar, ləzgilər bilirik ki, Qafqaz dil ailəsidir. 1-ə uyğundur 5. Yahudilər, İsraillilər də düzdür. Onları qeyd eləmişik, ərəblər filan, Şimali Afrika ölkələri. Afro-Asiya dil ailəsi, yəni 2-yə uyğundur 1. Kürdlər, taciklər, sonra talışlardır, farslardır, əfqanlardır. Onlar da bilirik ki, Hind-Avropa dil ailəsinin İran dil qrupuna aiddirlər. Ona görə 3-ə uyğundur Hind-Avropa dil ailəsi, yəni 3. Yekun cavab 1-ə 5, 2-ə 1, 3-ə də 3 olmaqla A bəndi idi. 14 ilə davam eləyək. Əkinçiliyin daha çox suvarma və dəmir şəraitində inkişaf etdiyi ölkələr. Suvarma deyirsə, təbii ki, isti quraq ölkələri müəyyənləşdirək. Verilən ölkələrdən Misir 3, 5, 6-nı götürək. 3, 5, 6. Dəmir şəraitində olanlar da daha çox mülayim iqlimə uyğun gələn Kanada olar, Rusiya olar, Böyük Britaniya olar. 1, 2, 4. 1, 2, 4. 3, 5, 6, 1, 2, 4 ardıcıllığı ilə E bəndi doğru idi. Doğru olmayan ifadələri müəyyən edək. Torpaq tipləri azonal amillərin təsiri ilə ekvatordan qütblərə doğru dəyişir. Ekvatordan qütblərə doğru dəyişmək zonal amillərin təsiri olar, azonal yox. Doğru olmayan biri 1-dir. Xəzər, Aral, Ər, Çad gölləri dünyanın daxili axarlı, axarsız hövzələridir. Bəli, doğru fikirdir. Pampa təbii zonası, Argentina, platformanın əyilməsi, bəli, doğrudur. Fəal geosinklinal ərazi deyil. Həmən ərazilər. Torpaq bitki örtüyü zonal təbii komponentlərdir. Bəli, doğrudur. Relyef idi, suxurlar, yeraltı sular isə azonal təbii komponentlər olduğunu biz bilirik. Talış dağlarında dağ tundra yanlışdır, yoxdur. Dekan yaylasında rütubətli ekvatorial meşələr təbii zonası yox, savanna seyrək meşələr daha geniş yayılıb. Bu fikir də yanlışdır. Yanlışlar 1, 5, 6 D bəndi idi. 16 ilə davam eləyək. Respublikamızda arıçılığın inkişaf etdirilməsi üçün əlbəttə dağçəmən landşaftı verilənlərdən də Qarabağ yaylası, vulkanik yayla doğru olar. E bəndi. Kəlbəcər, Laçın və s. 17 ilə davam eləyək. 8-ci saat qurşağın orta meridianından 30 dərəcə şərqdə yerləşən. 8-in ortası necədir? 8-i vururuq 15-ə bərabərdir, 120 eləyir. 120 şərq. 30 dərəcə də sağa getsə bərabərdir, 150 dərəcə şərq eləyər. Bəli. Deməli 8-ci saat qurşağın orta meridianı 150 dərəcə şərq uzunluğudur. Burada olsun deyək ki, 180 dərəcə coğrafi uzunluq. Burada 0-cı coğrafi uzunluq. Şimal-cənub şərq yarımkürələrində yerləşir. Bəli, istənilən coğrafi uzunluq ekvator xəttini kəsir. Bəli, qütbdən qütbə daxil olaq, şimal qütbündən cənub qütbünə. Ona görə şimalda, cənubda yerləşir. Qaldı ki, şərq-qərb söhbəti Qrinviçdən sağdadır, 150 şərq.
Bəli, şərq yarımkürəsidir, əlbəttə. Çünki 8-ci saat qurşağı 1-ci, 2-ci, 3-cü, 4-cü, 12-yə qədər biz bilirik ki, şərq yarımkürəsi gedir də. 8-i də vurduq 15-ə, 120 dərəcə şərq elədik. Üstünə də 30 dərəcə əlavə elədik. 180-ə qədər elədik, yekun cavab 150. 180-ə qədər, yəni bu ərazilər bilirik ki, şərq yarımkürəsidir. Nəysə, şimalda, cənubda, şərqdədir. Şimal-cənubu da bildik. İstənilən coğrafi uzunluq qütbdən qütbə daxil olur. Şimal qütbündən cənub qütbünə. Ona görə ekvatoru kəsir, bəli. Həm şimalda, həm cənubda yerləşir, bəli. Bir doğru fikirdir. 140 şərqdir, xeyr 150 şərqdir. Yerli vaxtı Bakı şəhərinin yerli vaxtından irəlidədir, bəli. Bakı 50 dərəcə şərqdədir, bizim məntəqədə 150 şərqdir. Fikir versək Bakıdan sağdadır, irəlidədir, bəli. Doğrudur bu da. Sakit Okeanın şərqindən keçir, xeyr. Sakit Okean, məsəl üçün deyək də 180 dərəcəli meridiandan nisbətən sağa, məsələn Avrasiyanın sağ tərəfi, Avstraliyanın sağ tərəfi Sakit Okeandır. Deyək ki, burası Sakit Okean. Sakit Okeanın şərqi yox, Sakit Okean fikir verin 150 dərəcə şərq sol tərəfində qalır, qərbinə düşür. Ona görə bu fikir şərqi yox, qərbi olmalı idi, yanlışdır. Yerli vaxtı 11-ci saat qurşağın orta meridianın yerli vaxtından geridədir. 11-ci saat qurşağın orta meridianı necədir? 11-i vurmalıyıq 15-ə bərabər deyir 165 dərəcə şərq uzunluğu, düzdür? 150-dən sağdadır da 165, doğrudur? Sağdadır. Ona görə aldığımız 150-nin yerli vaxtı 165-in yerli vaxtından necədir? Geridədir. 150 10-cu saat qurşağıdır. Bura isə 11-dir. 165 də 11-dir. 11-dən geridədir yerli vaxt. Əlbəttə geridədir. Bu doğru fikirdir. Qərb yarımkürəsində yerləşir. Xeyr, yanlışdır. Şərqdə yerləşir. Doğrularımız 1, 3, 5 A bəndi. 18. Cədvələ əsasən doğru sıraları müəyyən edin. Düzən meşə Talış dağları xeyr, yanlışdır. Lənkəran fiziki coğrafi rayonu amma doğru olar. Orada düzən meşə landşaftı var. Subalp çəmənlik Qazax Qarabağ düzənlik ərazidir. Xeyr, subalp çəmənlik, alp çəmənlik daha çox mütləq yüksəkliyin əsasən 1800-2000 metrdən yüksək olduğu ərazilərdə formalaşır. Ona görə yanlışdır. Nival landşaft, Zaqatala Lağız, bəli, dağlıq ərazilər, 4000-dən yuxarı zirvələr, əlbəttə Nival, buzlaq landşaft var. Doğrudur. Dağ çöl landşaftı Qanıq Ərsay düzən meşə landşaftıdır, intrazanaldır, yanlışdır. Alp çəmənliyi Qarabağ fiziki coğrafi rayonu əlbəttə doğrudur. 3, 5 B bəndi. Akkumulasiya prosesləri deyirsə, əsasən ovalıqları müəyyən etməliyik. Orinoco, Qərbi Sibir, Padan. Digərlərində Orta Sibir yayladır, Gviana yayla, Meksika yayla, Braziliya yayla. Onlar da denudasiyadır. 20. Xəritə sxemə əsasən müvafiq olaraq alunit. Alunit deyirsə 1. Neft 5 olar. Küraraz ovalığı və xromit. Xromit də verilən nöqtələrdən ancaq 3-ə uyğun gələ bilər. 1, 5, 3 ardıcılığı ilə C bəndi. Amma 3-ü də çox yuxarı verib, nisbətən bu ərazilərdə yazsaydı daha yaxşı olardı. 21. B nöqtəsində havanın temperaturu -2 dərəcədir. Yəni zirvədə -2-dir B nöqtəsində. Kəsmə yüzəyliyi 1000 metrdir. 3 kəsmə yüzəyliyi var. Bəli, deməli AB arasındakı hündürlük fərqi 3000 metr eləyir, bəli. Biz də bilirik ki, hər 1000 metrdə temperatur 6 dərəcə aşağı düşür də, 3000 metrdə temperatur 18 dərəcə eləyər, bəli. 18 dərəcə azalır. Yəni A-dan B-yə doğru, dağın ətəyindən zirvəyə doğru temperatur 18 dərəcə azalmalıdır. Amma B-dən A-ya doğru, zirvədən ətəyə doğru əlbəttə temperatur artmalıdır. -2-dir, üzərinə 18 əlavə eləyirik, bərabərdir, müsbət 16 dərəcə eləyir. Deməli, A nöqtəsində temperatur müsbət 16-dır. B bəndi doğru idi. 22. Uyğunluğu müəyyən edin. Divergent, konvergent. Tavaların ayrılma sərhədində bilirik ki, İslandiya yerləşir. Azor, Müqəddəs Yelena, Paska, Galapagos və s. Ona görə də İslandiyada yerləşən Hekla, Bardarbunga bu vulkanlar divergentdə yerləşər, bəli. 1-ə uyğundur A və D. Pinatubo Filippindədir, konvergentdir, toqquşmadır, bəli. Ona görə B uyğundur 2-ciyə. Vezuv İtaliya, tavaların toqquşma zonasıdır, bəli. Rainier Shasta Şimali Amerikada Kordilyerdədir, bəli. Toqquşma zonasıdır, bəli. E də uyğundur 2-ciyə. 1-ə A, D, 2-yə B, C, E olmaqla A bəndi idi. 23. Exalotdan göndərilən səs siqnalı 9 saniyə sonra qəbul edilmişdir. Yəni gəmidən okean dibinə göndərilib və geri qayıdıb səs siqnalı. Həm getməyə, həm də gəlməyə 9 saniyə sərf olunub. Dərinliyi də tapanda yalnız getmə zamanı bizə lazımdır. Ona görə 4.5 saniyə qəbul edərək vururuq. 1 saniyə 1500-dür. 1500-ə o da bərabərdir 6750 metr eləyər. 24. Doğru ifadələri müəyyən edin. Ant dağları dünyanın mis qurşağı dağlarında dünyanın mis qurşağı yerləşir, eləcə də mərkəzi Afrikada. Doğrudur. Yapon arxipelağı il boyu bol yağıntı, xeyr, mussondur, yalnız yayda bol yağıntı.
Qərbi Sibirdə neft qaz, bəli, doğrudur. Şimali Avropada iynəyarpaqlı meşələr, tayqa, bəli, doğrudur. Apalats daş kömür hövzəsi Şimali Amerikada yerləşir, bəli, doğrudur. Şimali Afrika zəngin almaz, xeyr, əsasən neft qaz ehtiyatları ilə, həmçinin Mərakeşdə fosforit ehtiyatları ilə zəngindir. Yanlış olar. Yekun cavab 1, 3, 4, 5 idi. 25. Xəritə sxemə əsasən 2 və daha çox daxili dənizə birbaşa çıxışı olan ölkələri müəyyən edin. İtaliya 2 nöqtəsi. İtaliya həm Adriatik dənizə, həm İon dənizinə, həm Tirren dənizinə, həm Liguriya dənizinə, həm Aralıq dənizinə çıxışı var. 6. Türkiyə həm Qara dənizə, həm Mərməriyə, həm Egey dənizinə, həm Aralıq dənizinə çıxışı var. 5. Rusiya həm Ağ dənizə, həm Baltikə, həm Azov dənizinə, həm də Qara dənizə çıxışı var və bu dənizlər daxili dənizlər olduğunu biz bilirik. Doğru cavab 2, 5, 6 idi. 26. İlusu, Qaragöl, Şirvan Dövlət Təbiət Qoruqlarının yerləşdiyi inzibati rayonların müvafiq ardıcıllığı. İlusu Qaxdadır. 3. Qaragöl Laçındadır. 6. Şirvan qoruğu da Salyan qismən Neftçala rayonları ərazisinə düşdüyü üçün verilənlərdən Salyan doğru cavab olar. 3, 6, 2 ardıcıllığı sizin cavabınız idi. 27. Uyğunluğu müəyyən edin. Neft və təbii qaz hasilatı həyata keçirilir. Neft qaz hasilatı qubaxatmaz olar. Məsələn, Siyəzəndə neft qaz ehtiyatları olduğunu biz bilirik. A uyğundur 3-cüyə. Sahəsinə görə ən böyük iqtisadi rayon Qarabağdır. B 2-yə uyğundur. 2 xarici ölkə ilə həmsərhəd olan C Gəncə Daşkəsinə aiddir. Çünki həm Gürcüstan, həm də Ermənistanla sərhəddə yerləşir. Zəfər yolu Qarabağ iqtisadi rayonundadır. D uyğundur 2-ciyə. Tərəvəzçilik və tumlu meyvəçilik. Bəli, faraj tərəvəzçilik yox, gec yetişən tərəvəzçilik qubaxatmaz üçündür də. Tumlu meyvəçilik qubaxatmaz üçündür. E uyğundur 3-cüyə. Doğru cavab 1-ə C, 2-yə B, D, 3-ə A və E idi. Situasiya sualları ilə davam eləyək. Fərqli mövsümlərdə təsvir edilmiş təbii zona bir çox ot yeyən və yırtıcı heyvanların məskənidir. Bununla yanaşı bu təbii zona insanlar tərəfindən ən çox mənimsənilmiş ərazilərdən biridir. Fikir versəniz, həmin təbii zona rütubətli mövsümdə nisbətən canlanma müşahidə olunub, həmçinin heyvanat aləminə zəngin olması bizə bəllidir. Quraq mövsümdə isə burada bitki örtüyünün nisbətən kasıb olmasını qeyd edə bilərik. Verilən təbii zona rütubətli mövsüm, quraq mövsüm, heyvanat aləmi ilə zənginlik əlbəttə həm də insanlar tərəfindən yaxşı mənimsənilib, savanna seyrək meşələrdən söhbət gedir. Yəni verilən təbii zonamız savanna seyrək meşələrdir. Ona görə situasiyada 28-in 1-ci hissəsinə cavabımız təbii zonanın adını soruşur, yazmalıyıq savanna və seyrək meşələr. Situasiyanın ikinci hissəsinə, yəni 28-də sualın ikinci hissəsi yayıldığı materiklər. Savannalar daha çox Afrikadadır. Sonra Cənubi Amerikada var. Bəli. Avstraliyada var. Bəli. Avrasiyada var. Məsələn, Hindistan, Hindçin. Bəli. Şimali Amerikada da var. Şimali Amerikanın nisbətən cənub hissəsində, həmçinin Kuba adasında var. Belə, cavabınız bu qaydada və materiklərdən mən hamısını yazdım. Siz ən azı ikisini yazmalı idiniz. 29. Verilənlərə əsasən cədvəli tamamlamalıyıq. Təbii zonanın yerləşdiyi iqlim qurşaqları. Savannalar daha çox subekvatordur, düzdür? Bundan başqa tropiklərdə, Avstraliyada hətta subtropik iqlim qurşağında savanna olduğunu biz bilirik. Əraziyə daxil olan hava kütlələri. Savannalarda rütubətli mövsüm yay aylarıdır, isti və rütubətli keçir. Buna səbəb ekvatorial hava kütləsinin gəlməsi. Ekvatorial. Qış ayları isti quraq keçir. Buna da səbəb tropik hava kütlələri. Tropik. Üçüncü hissənin cavabı isə rütubətli və quraq mövsüm soruşur. Rütubətli mövsüm yazmalıyıq yay ayları. Quraq mövsümə də yazmalıydınız qış ayları. 30. Təbii və antropogen amillər nəticəsində təbii zonada hansı qlobal problemlər yaranır? Ən azı 3 nümunə. Savannalarda problem nədir? Səhralaşma, quraqlıq, torpaq eroziyası,
və yaxud biokütlənin məhv olması, azalması, və s.